Bura Srebrenitsa qurbanlarının dəfn olunduğu məzarlığıdır. ...1995-ci il iyulunda Serb qoşunları Srebrenitsaya daxil oldu. BMT Srebrenitsanı təhlükəsiz zona elan etmişdi. İnsanlar inanmışdı ki, burada onlara heç nə olmaz. Amma təəssüflər olsun ki, adını tarixə qanlı hərflərlə yazdıran bu soyqırım baş tutdu. Və bir daha qeyd edirəm, burada yatan, əli silah tutan əskərlər deyildi, sivil insanlar idi. Atalar, qardaşlar, oğullar. Buradakı məzarların üzərinə baxsaq, hər birində eyni tarix yazılıb. Çünki burada dəfn olunanlar ayrı-ayrılıqda yox, vəhşicəsinə toplu şəkildə öldürülüblər. Bəzilərinin cəsədləri illərlə tapılmadı. Sümükləri müxtəlif kütləvi məzarlıqlardan çıxarıldı. Serb ordusu tərəfindən bir neçə gün ərzində 8000-dən çox qocalar, kişilər, uşaqlar öz analarının, həyat yoldaşlarının gözü qabağında vəhşicəsinə öldürüldü. Beynəlxalq məhkəmələr bunu soyqırım adlandırdı. Bu daşlar danışmır, amma ona baxan insanın içini dağıdır. Srebrenitsa insanlıq üçün bir utanc yeridir.